Əslində insanların psixoloji pozuntularının, mənəvi və duyğusal narahatlıqlarının kökündə boşluq dayanmır. Yəni heç bir səbəb olmadan, heç bir amilin təsiri olmadan bir insan durduğu yerə bir narahatlıq, nigaranlıq hissi keçirmir. Bir psixoloji pozuntu onda yaranmır. Əslində bütün daxildə baş verən və bizim adətən görə bilmədiyimiz, fiziki olaraq ləms edə bilmədiyimiz bəzi məsələlər, bizim daxilimizdə baş verən o proseslər bizim müxtəlif ruh hallarımızın, psixoloji vəziyyətimizin, durumumuzun, emosional halımızın necəliyinə təsir edir. Əsasən münasibətlərdə insanların görünməyən daxili sərhədləri aşıldıqda, insanların münasibətlərində insanların istədiyi şeylər onlara verilmədikdə və ya bəzi istəklərinə maneələr yarandıqda insanlarda müxtəlif gərginliklər yaranmağa başlayır. Misal olaraq bəzi mətləbləri mən qeyd edeyim. Hər birimizin sevilmə istəyi var. Sevilmə istəyi əslində fiziki olaraq görünən bir sərhəd və yaxud da istək deyil bizim üçün. Sevilmə istəyi daxilimizdə olan bir prosesdir və ətrafımızda olan sevdiyimiz və hörmət bəslədiyimiz insanlar tərəfindən hər birimizin bir sevilməyə ehtiyacı var və ya hörmət olunmağa ehtiyacı var. Amma əgər insan kənarda olan şəxslərdən bu istəyini ala bilməsə, sevilmə istəyini, hörmət istəyini ala bilməsə, bu zaman bu istəklərin ödənməməsi, bu istəklərin təmin olunmaması bizim üçün bəzi emosional narahatlıqların yaranmasının başlanğıcı olur. Və həmçinin kənarda olan şəxslər də bizim daxilimizdə görünməyən, fiziki olaraq toxunula bilməyən istəklərimizi müşahidə edə bilmədikləri üçün çox zaman insanlar arasında bu kimi problemlər yaranmağa başlayır. Bəs əslində ünsiyyətdə yaranan problemlərin kökündə çox zaman insanların fiziki sərhədlərdən daha çox daxili, yəni psixoloji və emosional sərhədlərin pozulmasından yaranan problemlər olur.